2p6 imiş. Onda bu 10 dənəli olur. Yəni 10 dənə elektron var. Gəl qırağa yazaq. Natrium 2x yazıram Zəhra. Bax, birləşmədə ionların qısa elektron formulu, yəni özünü neçə çatdırıb? 10-a çatdırıb, eləmi? 10-a çatdırıb. Bax, natrium bilirsən ki, burada 11-dir də. 11-i açanda axırı nə olur? 3s1 olur. 3s1 olur və maddə, Aygül diqqətlə qulaq as, ion rabitəli maddə. Deməli, bunun yanındakı qeyri-metaldır. Bu nədirsə alıb, bu isə verəndir. Bu 3s1-dirsə, birini verir, olur müsbət 1, qızlar. Onda x neçə olar? X neçə olar? Bax, axı, bunun ayağındakı 2 yuxarıdan düşmüş 2-dir. Demək, burada mənfi 2 imiş də, düşüb 2. Hə? Mən bildim, siz x-in ayağındakını soruşdunuz. Hə, yox, x-in ayağı 1-dir, üstündəki demək mənfi 2-dir. Niyə Zəhra? Çarpaz düşür. X mənfi 2-dir deməli. Həmçinin biri alınıb, biri verməlidir. Ay, salın, ion rabitəli axı, natrium verirsə, metaldır da, x deməli alan tərəfdir. X-imiz mənfi 2-dir. Mənfi 2 nə deməkdir Zəhra? İkisini udub deməkdir. İkisini udandan sonra 10 dənə elektronu olur. Udmamışdan qabaq neçə elektronu var imiş? Başa düşdüm müəllim. Sualıma cavab ver. Deyirəm, x ikisini udub. İkisini udandan sonra Zəhra 10 dənə elektronu olub. Udmamışdan qabaq neçə dənə elektronu var imiş? 8. Yəni, x-imiz hansı element imiş? Oksigen imiş deməli, 8 elektronlu. Elə, indi keçək Y fluoritə. Y yazıram, fluor 3 yazıram. Buna da ion rabitəli yazıb. İon rabitəlidirsə, fluor qeyri-metaldır, Y nədir? Y onda metaldır. Metaldır. Fluorun 9 dənə elektronu var. Udan olur da, qeyri-metaldır. 9-lu birini udur, mənfi 1 olur. Elə. Fluor mənfi 1-dir, Y-in üstü necə olar? Müsbət 3. Ay, sağ ol. Bu, 3-ünü verəndən sonra 10 dənə elektron olub. Əvvəl neçə dənə elektronu var imiş Y-in? 13 dənə elektron. Bəli, Y-də 13 imiş. 13 də hansı elementdir? Alüminium. Alüminium 13. Heç bilsək də bilməsək də yazıram böyrünə. Yəni deyir ki, məsələn, bilməsək də tərtib eləyə bilərdik özümüz. X və Y-in əmələ gətirdiyi birləşmə Z-dir. Və Z-in birləşməsində atomların cəmini istəyir. Deməli, Z maddəmiz indi tapmışıq, bilirik deyən tapmışıq da, alüminiumla oksigen imiş. Alüminium 13-ü açanda axırı olur necə? 3s2, 3p1. Elə, 13. Oksigen isə olur 2s2, 2p neçə Zəhra? 4. Oksigen qeyri-metaldı alır, 6 dənə də ikisini alacaq. Alüminium metaldı verir, 3 dənə də 3-ünü verir. Sonra çarpaz salıram aşağı, 2, 3. Əsl xalis olimpiyada sualı çox çətin etap mərhələlərdən keçdik. Hətta bir də izah edə bilərik. Demək, atomların cəmi nə qədər olacaq? Mən 10 dənə, 20 dənə. Niyə atomların cəmi? Ayaqlarının cəmi istəyir. 5. Hardan çıxartdın 10 dənəni? 2 üstə gəl 3, 5. Atomların cəmi Zəhra. Mən elektronların cəmi. Yox, atom ayaqlarının indekslərin cəmini istəyir.